Salam, hörmətli izləyicilər. Sumqayıt şəhərinin 19-cu məhəlləsində yaşayan sakinlər qeyri-adi problemlə üzləşdiklərini bildirirlər. Onların sözlərinə görə köhnə su idarəsinin istifadəsiz qalan ərazisində son bir aydan artıqdır ki, bir neçə tülkü məskunlaşıb. Sakinlər Sumqayıt TV-yə bildiriblər ki, vəhşi heyvanlar hasarlı ərazidən çıxaraq yaşayış məhəlləsinə daxil olur. Daha sonra yenidən həmin əraziyə qayıdırlar. Bu vəziyyət isə xüsusilə azyaşlı uşaqları olan ailələrdə narahatlıq yaradıb. Müraciət edən vətəndaşların sözlərinə görə vaxtilə baxımsız qalan həmin əraziyə narkotik istifadəçiləri toplaşırmış. Onların polisə müraciətindən sonra hüquq mühafizə orqanları operativ tədbir görərək problemi aradan qaldırıb. İndi isə sakinlər tülkülərin yaratdığı təhlükə ilə bağlı aidiyyəti qurumların müdaxiləsini gözləyirlər. Vətəndaşlar bildirirlər ki, heyvanlara zərər verilməsini istəmirlər. Onların məqsədi tülkülərin təhlükəsiz şəkildə yaşayış məntəqəsindən uzaqlaşdırılması və ərazidən götürülməsidir. Hazırda sakinlər bu məsələ ilə bağlı hansı quruma müraciət etməli olduqlarını bilmədiklərini deyirlər və aidiyyəti qurumların məsələyə münasibət bildirməsini gözləyirlər. Mövzu ilə bağlı yenilikləri Sumqayıt TV-də izləyə bilərsiniz. Kanalımıza abunə olmağı, videonu bəyənməyi və fikirlərinizi şərhlərdə yazmağı unutmayın.